Siz rəqəmlərlə bağlı hansı şey məqamda razılaşmırsınız? 41% sosial müdafiə xərcləri. Bəli, Hökumətin dedik. ən çox sevdiyi rəqəmdir də Bəli. bu. Və siz az öncə onu replika etdiniz ki, mən ona danışda toxunacağam. Çox gözəl. Doğrudan da üst-üstə toplayanda gəlir elə çıxır. Amma nədir onun strukturu? Bax, tərkibində nə var onun? Məsələn, müəllimlərin, həkimlərin maaşları ora daxildirmi Elman müəllim? Daxildir. Siz ona niyə minnət qoyursunuz ki, o müəllimə ki, siz ona sosial büdcə deyirsiniz? Adam işləyir, maaşını alır da. Niyə? Siz də həmin hissəni gördünüz, amma digər şeylər də Yox, deyildi. Daha nələr ən var? böyüyü Ən ordadır böyük da. hissə- Ən ən böyük böyük hissə hissə sonra 200 mindən çoxdur da o son Müəllimlər və müəllimlərin sayını həkimlər. son təhsil naziri yerə gəlmişkən Sosial- çox bəyəndiyim iqtisadiyyatdan nazirdir. Onu qədər özünü tənqid edən nazir olmayıb bu günə qədər təhsil naziri. Çox maraqlı. Xoşum gəlir, doğrudan deyirəm. Özünlə bağlı Bəli, təhsil bəli. alır. Elə söz deyir ki, məsələn mən onu deməmişəm bu Bəli. qədər. Bax orada özü də dedi ki, 200 mindən çox səhv eləmirəmsə təhsil işçilərinin sayı. Müəllimə deyir, yarım Rəqəmsal olaraq milyardlarla puldur da, düzdürmü? Bax bu 40%, 41%-in içində də niyə insanlara biz minnət qoyuruq ki, bu sosial yönümlü büdcədir. Sən işlətmirsən, maaş verməlisən də, düzdürmü? Həkimləri işlədirik, maaş veririk də. Sosial yönümlü büdcə anlayışı fərqlidir. Ancaq sizə nə sərf eləyir onu danışırsınız da. Mən səhv deyirəm. 5 dənə. Yox, Elman müəllim, səhv deyirəm. 5 sosial, deyirəm. 5 sosial islahatlar paketi. Əslində çox böyük bir Səhv deyirəm. kateqoriyanı əhatə Yox, edir. lazım gələndə Müəllimlər, deyəcək ki, müəllim həkimin maaşı çox aşağıdır, çox aşağıdır. Lazım gələndə elə deyəcək. O maaşı da Deməli Sayı deyil çoxdur mi? da deyirəm. o maaşı da vursun deyəcək ki, nə pul eləyir ki? Yox, 8 milyarddan İndi bu çox sərf eləyir. eləyir onu deyir. 8 milyarddan çox Amma eləyir bir yerdə maaş. Təhsilə biz Yanlış varmı? təhsilə bu illəri 12-16% bizim büdcəmizi təhsil Ay edir. müəllim, səhv deyirəm. Nə etsə? Yanlış varmı Sosial rəqəmlərdə xərclərin dediyində? içində Biz başqa varmı? ölkələrin nümunələrindən istifadə edib. Özünüz bilərsiniz, amma onlar başqa ölkələr insanlara minnət qoymur ki, ay müəllim, sənə maaş qoy biz verirəm. minnət də Bu qoymuruq. sosial xərcdir. Sosial xərc deyil. Dünyanın əksər ölkələrində bu dediyimiz Ay müəllim, yanaşmadır. sosial xərc deyil. Bitdi. Razısınız? Maaşdır da bu. Bu Yox, əmək haqqıdır. sosial Yox, yönümlüdür. yox, elə deyil. Sosial yönümlü Yəni deyil. o sferaya daxildir. Maaş veririk insana, işlədirik, maaş veririk. Tamam, Düzdürmü? keçək Mən Bəy gördüyüm qəbul eləmiş. belə ki, o sosial yönümlü. Özünüz Bəy, bilərsiniz. Siz müxalifət. Dəvəyə at da deyə Siz bilərsiniz. də müxalifət. Amma siz söhbət ondan gedir. bəyənmirsiniz. İndi gələk başqa. Amma yaxşı oğlansan 5 sosial paket qəbul edib ondan da biraz danışsın. Danışmıram. Bilirsiniz niyə? Özünüz gedin onu özünüz tartar. Mən sizi təftişlə məşğulam. Mən sizi tərifləməklə məşğul deyiləm ki. İnsan oponentlər niyə belə əsəb olurlar? Ay müəllim, Təbliğatla Niyə məşğul sabah- Ay olmaq müəllim, bu deyir ki, yapın təbliğatını aparın. Niyə aparım ki? Mən sizin rəqibinizəm, sizi udmaq istəyirik. Sizin o ayıblarınızı təmizləmək istəyirik. Biz gəlib ölkədə başqa sistem qurmaq istəyirik. Mən də sizin təftişlə məşğulam da, düzdürmü? Tənqid. Təriflədiyinizi özünüz tərifləyin, mən də deyim eyvallah, eşq olsun. Siz tənqidi məqamlara cavab Siz verməlisiniz. hakim partiyanı tənqid edən partiya kimi tarixdə qalın. Eyvallah. Və salam da. Keçək digər Tənqid hissəyə, edirəm. sosial paketlə bağlı. Tamam, bu maaş hissəsindən razı deyilsiniz. Sosial Daha 5 hansı- sosial özü də paket. razı Sosial yönümlü üzr istəyirəm. Beş Sosial sosial yönümlü dediyiniz Yox, məsələ. müəllimin özü də razı deyil də. Yəni nə mənə razı? Razıyam. Bu dünyada belə qəbul Yox, yox, Bəlkə amma bu belədir. maaşdır. Onunla razısınız. İstənilən Bəlkə halda sosial dünyada yönümlüdür. belədir. Maaşdır. Sosial yönümlüdür. Maaşdır. Maaşı da sosial Yox, əmək yönümlü- haqqıdır. Əmək haqqını da minnət kimi insanlara sırmayın. Minnət zad Bunu qoymayın. qoyduq qırağa. Gələk digər paketlərə. İkincisine bəli. Bax burada problem nədir də? Problemin məğzi nədir? Məsələn, insanların gözləntiləri var idi. Ən böyük gözləntilərdən biri bizim müharibə veteranları ilə bağlıdır. 80 manatdır, düzdürmü? 176 min onların sayı var. Yəni çox böyük say deyil də. Məsələn, onların ödənişlərini, nə bilim, bir 50% artıranda 120 manat eləyəcək də məsələn. Onun üçün nə qədər vəsait lazımdır? Maksimum 250-300 milyon arası vəsait lazımdır. Bu gözləntilərə cavab verdimi? Vermədi. Yəni söhbət gözləntilərdən gedir. Demirəm ki, mütləq eləməli idilər. Yox, özləri bilər. Amma gözlənti var idi. Kateqoriyanı əhatə Amma edir. Özdə oradakı kiçik artım, deyil. yox, yəni oradakı artım büdcəyə nə qədər Onu deyirəm də yük 300 ola bilər? milyona yaxın bir yük Hə, Amma olacaq. çox gözəl olardı ki, şəhid ailələri və qazilərə edilənlərdən desin, Ayda. ardınca da bu məsələni. Bəy, Mənim təbliğat əmim eləmirəm oğlu şəhid də. olub. Bəy deyir, təbliğat eləmir. Və onunla da bağlı o əmin şəhid ailələrində dövlətin qayğısını gözümlə görmüşəm. Doğrudan da elədir. Ay sağ ol. Yəni həqiqi. Həqiqət Yəni, doğrudan siz- da elədir. Siz səyir etmisiniz. Bəli, mənim yəni qardaş kimi idi mənimlə də, yəni. Natiq bəy incimiyim. Mənə biz niyə görə bu sizə bu şeylər deyirəm? Belə bir başqa bir millətin nümayəndələri. Buradakı Müəllim, siz məni kimlənsə səhv vəsait, salırsınız. qulaq asanda Elman mənim Natiqdir, Cəfərli. Real Partiyasının sədri. Tanışıq biz. Mən kimdən səhv salırsınız bilmirəm. Yox, deyirəm elə deyin ki, Həqiqət həqiqət tam düşməncə olmur və Yox, Natiq bəyin tam əhatə mövqeyi, edilsin, tam prinsipcə. əhatə Amma sizin edilsin. də ondan təbliğat gözləsəz o etməyəcək onu. Yapın Yox, yox, təbliğat bəzən sizə edir çıxış artıq. etməyəcək. Artıq Yox, Yox, mən yaxşı. dövlətin gördüyü həqiqi işləri, doğru işləri mən deməyi müsbət və qarşılayıram. problem kimi görmürəm. O siz öyrəşmisiniz özünüzə düzəltdiyiniz müxalifətlə 25 ildir paslaşırdınız və sizə bu xalqa zandırırdı. Bizlə keçmir o.
Mən dövlətin gördüyü yaxşı işləri normal baxıram və bunu hər yerdə Bəs onu da də deyim xarici də. media ilə də Bəs sosial məsələlərdən danışanda yaxşı işlər ki var, 5 sosial Yox. paket, bir adını çəkin də. Bir deməyəcəm. deyirəm ki, onu siz deyin də. Mən Bir daha nə xarici çatmır. media- Deməyə bir imkan vermirsən. Mən deyirəm ki, nə Və çatışmır onu dediyimizi də deyin. bəyənmirsən.